Axşamınız xeyir olsun. Əziz futbol həvəskarları, artıq hər iki komandada son hazırlıqlar gedir. Nəzərinizə çatdırım ki, Zəfər Şəhidlər mini futbol turnirinin artıq 10-cu turudur. Demək olar ki, günün mərkəzi qarşılaşması. Ekranlarınızdan sağ tərəfdə Şəhid Arif Mustafayev Əhmədli komandası, sol tərəfdə Məhəmmədəli İbrahimli İmarət komandası. Hər iki komandaya uğurlar arzulayırıq. Əhmədli komandası topu oyuna daxil edəcək Vaqif. Romanın tək toxunuşla ötürməsində Vaqif hesabı açır. Vaqif oyunda ilk dəqiqələrdən artıq hesab açılır. İmarət komandası oyunu başladır yenidən. Orxan İlkin iki nəfərin arasından çıxmaq istəyirdi, ancaq itirir topu. Qapıya zərbə. 77 nömrəli oyuncudan Eyvazdan qapıya zərbə gördük.
Və Əhmədli komandasında Sabir. Qapıcı Sabir topu oyuna daxil edir. Əllə uzun ötürmə. Roman qarşılaya bilmədi. Burada Vaqif sərt oynamışdı rəqibinə qarşı. Quram. İrəliyir topla Quram. Baxır yoldaşlarına. Orxan ara ötürməsi. Gəlmir Eyvaza. Son toxunuş var idi Əhmədli komandasından. Eyvaz topu oyuna daxil etdi. Orxanın başdan zərbəsi. Top qapıdan aralı keçir. Sabir. Kamranla oynayır. Kamranın tək toxunuşlu gözəl ötürməsi. Roman Xıdırov pasını verdi. 3 nəfər onu bağlayırdı. Eyvaz möhtəşəm keçdi rəqibindən. Kamran blok qoyur ona. Qapıcı Sabir. Yenidən əllə uzun ötürmə. Out. Asif başlayır. Outdan. Rəşad. Asifə buraxdı topu. Quramın uzun ötürməsi Rəşada doğru. Sabir əli ilə yumruqladı. Rəşad. Quramın pası Asif. Romana ilişdi top. Quramdan yenə səhv ötürmə. Kamran Abdinovdan uzun ötürmə. Elnur topu götürdü. Asiflə oynayır. Asif çıxdı 2 nəfərin arasından. Turalın zərbəsi. Top qapının üstündən keçir. Orxan açdı ayağından topu ancaq bitirmir. Orxan geri oynayır. Quram. Rəşad topladı. Qarşısında Roman Xıdırov var. Rəşaddan zərbə. Top dirəyə dəydi. Oy. Sabirin toxunuşundan sonra top dirəkdən qayıdı. İlkin blok qoymaq istədi, ancaq alınmadı. Asifin ortaya ötürməsi. Artıq İmarət komandası öz təzyiqini qoyub ortaya. Qeyri-dəqiq. Orxandan qeyri-dəqiq zərbə gəlir. Tələsmir. Əhmədli komandasının qapıcısı. Sabir. Yenidən Romanla oynayır. Roman yerdə qalır və hakim oyunu saxladı. İlk cərimə zərbəsi gəlir. Təhlükəli yerdə Roman Xıdırov topun arxasındadır. Komandanın 10 nömrəsi. Tural da gəlir yanına. Bir ev tapşırığı izləyərikmi? Tural tək qalıb topun arxasında. Zərbə mi gələcək? Zərbə! Top blok qoydular. Vaqifin pası İlkin. Roman yanındadır. Orxan çıxartdı oradan topu. Ancaq top yenidən Əhmədli komandasında qalır. Tural. Asif yapışıb ona. Tural sıyrıldı oradan. Quram sərt oynamışdı Turala qarşı. İlk dəqiqədə bir şok yaşadı sanki İmarət komandası. Qapısında qol gördü. Görək özünə neçə dəqiqədən sonra gələcək. Yoxsa növbəti zərbəni alacaq. Vaqif Quramla birə-bir mübarizəsi. Quram qalib gəlir mübarizədən. Asifin zərbəsi. Asif. Möhtəşəm zərbə. Top hər iki dirəyə dəyərək tora qovuşur. Gözəl bir qol izlədi Asifdən. Çox tez ayıldı İmarət komandası. Onun söhbətini edirdim. Əhmədli komandası Roman top oyuna daxil edir.
Tural topun arkasında. Bagulya. Gel. Qeyri dəqiq götürmə. Eyvazın pası. Tural öz səhvini telafi etdi. Sıxırlar Turalı. Orxan qazandı topu. Sabir uzaqlaşdırır. Orada olmaz. Orada o səhvi etmək olmaz. Cəzalandırarlar adamı. Rəşad. Saxlayır özündə topu Rəşad. Tələsmir, rəhmətli komandası da tələsmir. Çünki bugün biraz zəif gəliblər bu oyuna. Ya rəqibi zəif görüblər, ya da özləri belə gəlir. Suyunçlar yoxdur. Eyvaz itirdi topu. Roman Xıdırov. Roman Quramona qarşı sərt oynamışdı. Bugün yəqin ki, çox yerdə qalacaq Roman Xıdırov. Çünki demək olar ki, bütün yükü öz üzərinə götürüb. Kamrandan yenidən Romana. Vaqif Orxandan sıyrıla bilmədi. Orxan uzaqlaşdırır topu. Gözəl uzaqlaşdırma pas oldu. Bu uzaqlaşdırma pas olur. Asif Turalla mübarizəsi. Top Asifdən oyunu tərk edir. Yan xəttdən Tural top oyuna daxil edəcək. Bütün demək olar ki, toplar Romana ötürülür. Roman oradan sıyrılmaq istəyirdi. Əhmədli komandası topu oyuna daxil etdi. Tural İlkin qəbul edə bilmədi topu. Roman Xıdırov. Dirəyə tuş gəlir Roman Xıdırov. Rəşad. Roman pressing edir. Asif qəbul etdi topu. Asif. İmarət komandasında ilk qolun müəllifi Asif. Yenidən ondan bir gözəl zərbə gəldi. Bu dəfə qapıcı sayıqlığını itirmir. Eyvazdan qeyri-dəqiq pas. İlkin Romanı ötürdü. Roman topladı. Roman sevir topu. Romandan orta. Qurama ilişdi. Roman topun arxasında. Baxır komanda yoldaşlarına. Ortası. Yenidən Qurama dəyir və növbəti ikinciden zərbə. Bu dəfə out. Yan xəttdən Roman yenidən topu oyuna daxil edir. Dirəyə dəydi yenə Vaqifin zərbəsi. İlişdi müdafiəyə. Asif. Qapçılar üzəri. Çox dibə getdi. Çox Sabirdən möhtəşəm bir qarşılama. Vaqif Kamranla oynadı. Kamrandan gözəl pas. Tural çəkdi sağına. Gözəl ötürmə. Vaqifin zərbəsi sol ayaqla. İşləyi olmayan ayağı ilə zərbə vurdu. Qeyri-dəqiq. Kamran Abdinov qarşılayır. İlkin girdi iki nəfərin arasına. İlkin amma çıxa bilmədi iki nəfərin arasından. Eyvaz. Rəşad. Əkizlər oyuna daxil olub. Onların adlarını səhv deyəcəm. Rəvan, Asif. Eyvaz. Asifdən bir ara ötürməsi. Kamran Abdinov ayaq qoydu. Sabir. Kamranla oynayır. Tural. Kamran. Sabir çıxartdı topu oradan. Çox təhlükəli idi. Elnur. Rəhmanla oynuyor. Rəvanla oynuyor. Rəşad.
Hazırlıq pasları gedir İmarət komandasında. Boşluğuna gəldi Romanın. Zədələnir, burada yerdə qalır Roman Xıdırov. İstəmədən Rəşad qalxacaq təbii ki, çox güclü. Çox güclü oyunçudur, dözümlü oyunçudur. Ben de yangınlar gördüm. Ama vəziyyət kritik görsün. Yox, boşluğuna gəlir, nəfəsi daraldı. Təbii ki, komandanı yarımçıq qoymaz Roman. Məncə də. Qalxır ayağa. Roman Xıdırov. Oyun yenidən bərpa edilir. Rəvan. Rəhmanın pası Asif. Asifdən yenidən Rəhmana. Roman Xıdırov girdi araya. Vaqif çəkdi soluna. Vaqif soluna çəkir. Eyvazla ikilinin barizəsində qalib gəldi. Roman Xıdırov. Romanın zərbəsi. Nur. Dəf edir o zərbəni. Rəşad Turaldan sürülmək istəyirdi. Fol var, orada fol var. Qərar doğrudur. Hakim doğru qərar verir. Bir xatırlatma edin. İmarət komandası əkizləri Masavudan gətirib. Sırf bu oyun üçün. Sırf bu oyun üçün. Təbii ki, bütün oyunlar İmarət komandası üçün bu sezon çox vacibdir. Çox baş ağrı verəcək komandalara İmarət komandası. Zəif yoxdur. Bu çempionatda demək olar ki, zəif komanda yoxdur. Çempionluğa namizəd. Bütün komandalar namizəddir çempionluğa. Roman Xıdırov. Vaqifin ortası. Top oyundan çıxmadan bərpa edilir. Rəhman, tək toxunuşlu ötürmələr Rəvanlı oynuyor, qardaşı ilə oynadı. Yenidən qardaşın qardaşa pası. Rəşaddan ötürmə. Qardaş qardaşa belə pas verməz misalı. Gerçək olur, bəli. Sabir. İlkin qarşılayır. Rəhmanla Roman yan-yana. Bir vaxt bir yerdə oynayan oyuncuları indi fərqli cəbhələrdə qarşılaşdırıb. Bu futbol belədir təbii ki. Fərqli komandalardan çox tanışlar var bu iki komanda arasında. Kamran Abdinov sol ayağını işə salır. Çox güclü zərbələr var Kamran Abdinovun. Baxmayaraq ki, çəki alıb. Bu neçə gündür. Ancaq yenə də o zərbəsi qalıb. O gücü qalıb ayağında. Rəhman, Rəşad, Asif, İmarət komandasındakı qolun müəllifi yerdə qaldı. Qardaşlar ikisi də müdafiədə oynayırlar. Maraqlıdır. Qardaşların ikisi də müdafiədə oynayırlar. Maraqlıdır. Hər yerdə oynamağı bacaran oyunculardır. Amma bu oyun müdafiə. Keçən sezon Troya komandasında çox böyük işlər gördülər. Ayrılmaz işi idi onlar. Bu sezon təbii ki, onlar qalmayacaqdı. Kimsə götürməli idi oyuncuları, ortada qala bilməzdilər. Eyvaz qapıya göndərə bilmədi topu Roman Xıdırov. Hücumda çoxala bilmir Əhmədli komandası. Hücuma çıxa bilmirlər, çətinlik çəkirlər. Ancaq İmarət komandası çoxalır həm hücumda, həm müdafiədə. Daha çox istəkli oynayırlar. Rəhman, yenidən iki qardaş 51 olub oyun qurmağa çalışırlar. Rəhman.
Asif fırlanır, Asif top qarşısına qalıb, Kamran onu narahat edirdi. Rəşad güclü zərbələr var, Rəşad pas seçdi. Ancaq Eyvaz onun pası seçəcəyini fikirləşməmişdi. Time out. Əhmədli komandası time out götürüb. Çox çətin gedir onlar üçün oyun. Hakimin fiti ilə time out sona çatır. O ilk hissənin bitməyinə təxminən 6-7 dəqiqə qalıb. Gərək time out öz nəticəsini hansı komanda üçün göstərəcək? Əhmədli komandası yığdı öz oyuncularını, Roman. Görək nə dedi, nə tapşırdı, nə məsləhət gördü. Uzun ötürmə. Bugün Sabirin timsalında çox görəcək belə uzun ötürmələri. Bu qapıcı sevir. Komandanın taktikası demək olar ki, taktikası oldu. Bu qapıcı həm də sevir hava toplarını. Rəşad Eyvaz da oynadı. Eyvaz. Rəvan. Gözü Rəhmanı axtarır Rəvanın sanki. Qapıcı ilə oynadı. Elnur. Eyvaz. Yusif qıraqdan komandasını hücuma çıxmağa məsləhət görür. Sabir qarşıladı, dəf etdi topu Sabir. Roman Xıdırov. Nə edəcək Roman Xıdırov? Faul almaq istəyirdi Roman Xıdırov. Yerdə qalıb. Ancaq hakimin gözü qarşısında onu aldatmaq olmaz. Sən kimi aldatmaq istəyirsən? Hakimin gözü qarşısında. İtiraz edir. Təbii ki, heç hakim oralı olmadı. Bəli. Bəlkə də zədəli olan ayağına xırda bir toxunuş onu bu qədər incidə bilər. Ancaq orada hakimin qərarı ilə faulluq heç bir şey yox idi. Ayağa qalxmaqda çətinlik çəkir. Yəqin ki, zədəli ayağına dəyib. Rəqib deyəsən onun zədəli ayağını tapdı. Qalxır, yenə də qalxır Roman. Artıq ikinci dəfədir bu oyunda yerdə qalır. Yenə qalxır. Hakim atışı ilə başlamalıdır, səhv eləmirəmsə, yoxsa? Yox, out. Roman Xıdırov yenə döyüşməyə hazırdır. Rəvanın zərbəsi uzaq küncə. Rəvan ilkində mübarizəsində. Romanın vəziyyəti çox çətindir. Oynaya bilmir, davam edə bilməyəcək deyəsən. Vay. Roman Xıdırov. Ehtiyatda Əhmədli komandasının sadəcə bir nəfər var, o da qapıcıdır. Maraqlıdır. Yəni o komandada 5 nəfər də ehtiyat olsa məncə Roman Xıdırovun yerinə Əlbəttə, məncə. oynaya biləcəyi heç kim olmazdı. Əhmədli komandası üçün çətin bir an olar. Həm Əhmədli komandası üçün, həm bu çempionat üçün çox böyükçüdür Roman Xıdırov. Ümid edək ki, zədəsi çox ciddi olmasın da oynaya bilsin, davam edə bilsin. İnşallah Amma ciddi olmaz. belə baxıram, ayağa qalxa bilmir. Hər kəs onun başının ətrafında. Həkim heyəti meydana daxil oldu. Hər kəs nəsə eləmək istəyir, onu ayağa qaldırmaq istəyir. Nəinki komandanın. Demək olar ki, bu çempionatın ona çox ehtiyacı var. İmarət komandasında da müzakirələr davam edir. Komanda Romanın zədələnməyindən istifadə edib. Yusif öz məsləhətlərini verir oyuncularına. Roman qalxır. Roman Xıdırov təbii ki, qalxmalıdır, oynamalıdır. Döyüşkən oyuncudur. Bu stadion yenidən onu itirə bilməz. Oynayacaq, davam edəcək. Tural topu oyuna daxil edir. Kamran Abdinov. Sabir yenidən uzun oynayır Sabir. Roman Xıdırov.
Romanın zərbəsi. Sanki yerdə qalan oyunçu bu değildi. Aksasa da Terminator Aksasa da yenə öz zərbəsini göstərir. Sabir çox fərqli şəkildə topu saxladı. maraqlı bir Sabir. tərzdə top saxlayır. Roman Xıdırov. Buna el arasında egzotik qurtarış deyilir. Eksotik də ola bilərdi. Hər nə desən yarıyır o. Nə desən əyninədir o qurtarışın. Etiraz etmək olmaz. Professional hakimdir. Hər şeyi görür, düzgün qərar verir. Hakimə etiraz etmək olmaz. Tural. Tural Kamrana buraxdı topu. Sol ayağı da Kamranın zərbəsi. Top qapının üstündən keçir. Məqsəd məncə qapıya zərbə idi. Yəni belə ötürmə ola Yəni bilməzdi. zərbə kimə dəydi? O bilyardda vururlar, hansı girdi. Rəvan. İmarət komandasında taktiki dəyişikliklər olub ha. Qardaşlardan biri hücuma çıxıb. O iki qardaş onsuz da həm hücumda, həm müdafiədə, hər yerdə oynaya biləcək, oynamağı bacaran oyunculardır. Rəşaddan gözəl ötürmə, Rəvan deyil, Rəhmandır. Rəhmanın zərbəsi. Çox qarışdıracaq bu Onsuz da günlər mən onları. səhv də desəm onu özlərindən başqa heç kim bilməyəcək. Rəşad qeyri dəqiq zərbə. Sabir komanda yoldaşlarını gözləyir. Hücuma çıxsınlar. Kamran Abidinov. Roman gecikdi. Roman istiqamətində. Yəqin ki, zədədən də qaynadı. Roman bu oyun Roman olacaq. 2 dəfə yerdə qalmaqla baxmayaraq yedi. Çox Talihsiz bir an. kuryoz Bəli. bir gol buraxdı. Bəxtsiz bir an oldu Əhməd Əhməd. komandası. Bəli, qapıçı Sabir də məyusdur. Sabir. Eyvazın zərbəsi. Eyvazı da təbii ki, vurğulamaq lazımdır. Eyvazın zərbəsindən sonra Sabir əlinin altından topu buraxdı. 2-1 geriyə düşdü Əhmədli komandası. İmarət komandası ilk hissədə bir hesabı çevirməyi bacardı. Rəvan. Elnurla oynuyor. Elnur. Rəşad. Rəvan. Roman sıxır onu. Bu Var, kartdır, burada faul bu var. kartdır, Burada bəli, faul bəli, var. bu Roman. kartdır. Üçüncü dəfə yerdə qalır özdə kimdən? Axı bu güllə atmağı mən sənə öyrətmişəm. Sən niyə məni vurursan? Vay, bəli, Roman üçün həqiqətən çox ağır bir oyun Rəvan olacaq. çox sərt oynadı ona qarşı. Sarıya boyanır Rəvan. Bacarmayacaqlar. Roman yenə ayağa durur. Oynayacam. Görək Əhmədli Siz məni komandası. yıxa bilməyəsiniz. Görək Əhmədli komandası Romanın bu əzmkarlığına. Roman Xıdırov. Ayaq üstədi yenə. Tural topun arxasında. Son dəqiqələr gedir ilk hissədə. Tural zərbəsi. Asifdən qayıtdı top. Məncə Kamrana pas versəydi daha Kamran məntiqli sol ayağı oyun ilə olardı. Bəli, sol ayaq oyunçudur. Hazır idi. Roman Xıdırov. Dabanlı ötürməsi keçmədi. Roman girdi 2 nəfərin arasında Roman. Top Romandan oyunu tərk edir. Hakimin qərarı belədir. Rəşad tez başlatdı oyunu. Rəşad Kamran onu narahat edirdi. Qazandırdı topu İlkin. Rəhman qarşılayır topu. İndi Rəhman da sarı olsa hakim çaşacaq hansıdır. Bəli, qardaşlar. Roman. Rəhman klas və qeyridə oy. Bəli, Roman Xıdırov bu gün hər şeylə yadda qalır. Hələ ki şans İmarət komandasının üzünə gülür. Oy, top bir dirə. Roman dağlara, daşlara attı. Məncə Roman. az fərqlə qalxdı top. Çox qalxmadı. Roman Xıdırov. Düşüncəsi gözəl idi. Axsıyır Roman Xıdırov. Neyləsin? Çox qəribə bir epizod oldu. Top dirəyə dəydi, qapçıya dəydi. Vaqif.
uzun dəqiqələrdən sonra axır ki Vaqifin adını çəkdik biz. Bəli, bəli. Topsuz idi. Çox topsuz Çox oynadı. topsuz saxladı. Həm öz komandası, həm rəqib onu çox topsuz saxladı. Vaqifdən dəqiq ötürmə. Tural. Gözəl ötürmə. Vaqif hücuma çıxır. Vaqif ötürməsi Kamran Abdilov. Daha bir dirək yerə. Kamran gözəl zərbə vurmuşdu və hakimin fiti ilə ilk hissə bitdi. Bir neçə dəqiqədən sonra birlikdə olacaq. Hakimin fiti ilə oyunun ikinci hissəsi başlayır. Nəzərinizə çatdıraq ki 2-1 İmarət komandası öndədir Əhmədli komandasına qarşı. Görək ikinci hissə bizlərə nələr yaşadacaq. İlk hissədə çox maraqlı dəqiqələr yaşadıq. Asif, Rəşad, Rəvan, Orxan Orxan birinci taymda oynamır. oynadı. Oynadı? Ha. Oynadı. Top çevirir İmarət komandası Roman Xıdırov. Roman Xıdırov ayaqda qalmağa çətinlik çəkir. Roman Xıdırov. Bəli, çətinlik çəkir. Ayağı sürüşdü. O Elnurdan- örtüyünün su olmağını. Elnurdan bir jest. Topu çölə çıxardır. Bugün çox talihsiz bir gündür sanki Roman Xıdırov üçün. Hə? Gətirmir, heç cürə gətirmir. Heç cürə. Məncə bu gün ona heç nə olmasa, demək ki bu sezonu başa vuracaq Bəli, sağ-salamat. məncə də. Bu gün Burnu qanıyıb, səhv eləmirəmsə. Çünki burnunu tutur. Ciddi bir şey yoxdur. bütün komandalar xətrini istəyir. Yenidən Roman bu gün yığışırlar su ilə onun çimdi. başına. Su ilə çimdi Roman bu gün. Sanki bir Hacıdır. Necə ki bütün Türkiyə sevirdi. Bu da Roman Xıdırov. Bütün çempionat oyunçuları, bütün futbol əhli demək olar ki, onu sevir, xətrini istəyir. Rəhman yenidən oyuna qayıdırıq. Rəhman, Elnur. Elnur sıxırlar, ancaq Rəşaddan topu oğurlaya bilmədi Əhmədli komandası. Rəhman. Yox, Rəvan idi o. Sabirdən bir səhv, Rəhman burdadır. Roman Xıdırov çox sərt idi. Kamran Abdinov. Sanki rəqibini yapışdırdı setkiyə. Çox Sanki deyəndə sözün əsl mənasında rəqibini setkiyə yapışdırdı. Keçən çempionatda bir yerdə oynadığı öz komanda yoldaşına yəqin küsüb ondan ki, niyə getdin başqa komandaya? Rəhman Acığını belə çıxır deyirsən? İstəmədən təbii ki, otun sürüşkan olmağı da biraz şərait yaratdı o vəziyyətə. Yenə də sərtlik var idi. İstəyərəkdən ya istəmədən qərar fauldur. Rəhman dəyişdi. Görəsən zədəsi biraz ağırdı onun üçün. Dəyişib zamin oldu. Onun yerinə Quram oyuna daxil olur. Aksıyır. Rəhman qıraqdadır. Rəhmanın ayağında zədə var idi. Zədəsi Zədə var oyuna idi. gəlmişdi. Bəli, barmaqlarında, ayaq barmaqlarında zədə var idi. İlkin tibbi yardım göstərilir. Yusif öz komanda oyunçusunu. Eyvaz. Asif. Bu gün oyundan çox oyun dayananda daha maraqlı hadisələr baş verir. Eyvazın ötürməsi. Rəşad. 2 nəfər sıxır onu. Uğurladılar ondan topu. Turalın pası keçmədi Quramdan. Rəşad. Çox fikirləşdi, amma cərimə zərbəsi Roman qazandıra Xıdırov. bildi komandasına, bəli. Roman Xıdırov qaydanı pozdu. Özü də əsəbləşir və sıra tez başladılar. Orxan bəlkə də qol vursa yadda qalardı, amma hələ ki heç nə ilə yadda qalmayıb Orxan. Sabir. Tural. Zamaq eləyir, 4 bucaq X, 4 Çox bucaq X. fikirləşdi məncə.
Kamran Abdinov ötürməsi. İlkin gözəl başına Vaqif istiqamətində gözəl ötürmə eləmişdi. Quram. Rəvan. Quramdan ötürmə. Asif qəbul edə bilmədi topu. Asif də heç nə etdi qaldı. Asif bir gol vurubdu. İlk hissədə gözəl bir gol vurdu. Gol vurmaq onun şeyində Ondan bir başqa şey yoxdur, yəni. Meydanda çox görsənmir. Mən yəni onu demək istəyirəm. O qoldan başqa yəni görsənmir. Roman Xıdırov. Üçüncü və Rəşada qarşı yenə çabukluq edir Roman Xıdırov. 3 nəfər şığımışdı onun üstünə. Roman Xıdırov artıq ikinci dəfədir Rəşada qarşı qaydaları pozur. Roman Xıdırov nədənsə narazıdır, ancaq dayanmır. Əhmədli komanda, İmarət komandası oynayır. Məhəl qoymurlar. İlkin Tural, üzr istəyirəm, Tural. Turalın pası İlkin. İlkin yenidən Turala qaytardı topu. Tural 2 nəfərin arasından gözəl pas. Kamran Abdinov verir İlkin. İlkin pası qeyri-dəqiq. Cüssəsi amma məncə yaxşı saxladı topu 2 nəfərin arasından. Yaxşı saxladı, ancaq sonluq yoxdur. Topu rəqibə verdi. O da məcburi ötürməkdir. Rəvan sanki yarısı çöldədir Rəvanı. Roman Xıdırov sinəsilə saxlayır topu. Elnurun nəzarəti altında top yan xəttdən oyunu tərk edir. Quram. Rəvandan uzun və dəqiq ötürmə. Rəşadın zərbəsi. Top qapının üstündən keçir. Qeyri-dəqiq ötürmə. Sabir. Hakim bu arada Rəşada xəbərdarlıq edir. Rəşada xəbərdarlıq oldu. Qeyri-etik sözlərdən istifadə etdiyinə görə Rəşada xəbərdarlıq gəldi. Bəxti gətirdi deyə bilərik. Bəxti gətirdi. Hakimin mülayim tərəfinə düşdü. Bəli, mülayim vaxtına tuş gəldi. Vaqif topun arxasında Vaqif ötürməsi verdi. Tural ilk zərbəni endirə bilmədi. Asif güllə kimi gələn əks hücumu boş elədi Asif. Necə sürətli getdisə mən yəni kameranı çatdıra bilmədim, çəkə bilmədim bəli. Qaçdı. Hər kəsdən qaçdı Asif, ancaq qolu tapa bilmədi. Qapıdan qapıya pas idi bu məncə. Yəni Sabir bir-birindən paslaşmaq istəyirdi. Sabir öz kolleqası ilə oynadı, Elnurla oynayır. Orxandan yenə Rəşad istiqamətdə dəqiq ötürmə. Rəhman pası Asif. Sabir qarşıladı topu. Gözəl də qarşılayır. Ancaq hücum bitməyib. Quram pasını verdi Rəşad. Zərbə də vura bilərdi Quram. Zərbəni seçmədi. Rəşad. Kamran top ona çırpdı. Ay Rəşad, orada heç nə yoxdur. Hakimə etiraz etmək lazım deyil. Sarı kart alacaq. Sabir yenə uzun oynadı Sabir. Yenə öz Yenə Elnur'a Elnurla pas oynadı. verir. Bu oyun Sabir komanda yoldaşlarından çox Elnurla paslaşdı. Orxan pası Tural qarşıladı. Rəşad sıyrılır. Quram qaldırır topu. Asif bastı topun üstünə Asif. Rəşad. Asifin zərbəsi. Məncə bu zərbədən çox pas idi. Top qapıdan aralı keçir. Orxan yenə əks hücumun qarşısını kəsdi. Rəşad. Orxan. Top ayağının altından qaçır.
bir qədər nəfəs aldı Əhmədli komandası. Hakim sayır, bəli və başladı. Romanı topla təmin edə bilmirlər. Əhmədli komandasında anlaşılmamazlıqlar var. Anlaşılmazlıq, həm oyunçu çatışmamazlığı, artıq yorğunluq da öz sözünü Bir-birlərini başa deyir. düşə bilmirlər, çətinlik çəkirlər. Uzun ötürmə, Asif gözəl çevirdi başı ilə. Orxan dabanı ilə qapı istiqamətində zərbə vurmuşdu. Sabir yenə görə Elnurla mı Sabir oynayacaq? Elnura baxır. Sabir artıq Elnura baxır. Ancaq Romanla oynar. Roman Heç nə yoxdur. istədiyi topu almışdı, ancaq komanda yoldaşlarına qazandıra bilmədi. Vaqif döyüşdü, qazandı o topu orada. Roman Xıdırov. Allah döndü. Roman Ay. pasını verə bilmədi, keçə bilmir həm yerlisini. Quramı keçə bilmədi Roman Xıdırov. Əks hücum gələcəkmi Əhmədli komandası? Tural çəkdi sağına, Tural Vaqifə buraxdı. Vaqif zərbəsi rəvan blok qoyur. Rəşad, üzr istəyirəm, Tural blok qoydu, saxladı topu. Roman hücumda da təkdir, baxırsan müdafiədə də tək. Qapı qarşısına ötürməsi, istədiyi kimi alınmadı və əks hücum yaranır. Gerisinə düşdü. Yaranmadı əks hücum. Gerisinə düşdü pas ona görə. Yəni yaranmadan bitdi əks hücum. Bəli. Hesablara bölünür. Və time-out, Əhmədli bəli. komandası time-out götürdü. Hakimin fiti ilə time-out bitdi. Artıq komandalar meydançaya qayıtmalıdır. Əhmədli komandası danışa sözləri bitmir. Əhmədli komandasında maraqlı Maraqlı dəyişiklik var. dəyişiklik. Bəli. Sabir bayaqdan Elnura pas atırdı. Artıq oyuna girib ki, ayağı ilə vursun. Görək. Bəli, qapıcı oyuna daxil oldu. Maraqlı bir də kimin Roman yerinə? Xıdırov artıq Ha, davam bəli. edə bilmir. Zədəsi inşallah ki ağır olmaz. Ancaq bu oyunu görək qayıda biləcək ya yox. Bəli, Sabir bəli gedir Elnurun yanına bu arada. Artıq təxminən bir 30-35 dəqiqədir. Qovuşmaq istədi Elnura. Qovuşmaqdadır Sabir. Çox maraqlıdır. Roman oynayır. İlkin, bəli, Komandanın İlkin. kapitanı, komandanın təşkilatçısı İlkin dincəlir. Kamran Abdinov, Oy oy oy. Roman Xıdırov, oy. Sabir orada Sabir amma yapışmışdı çoxdur. Bəli, Elnura, Elnur. yapışmışdı Elnura Sabir. Belə baxıram Elnur Sabir Bu qarşılaşmasını gün hələ çox görəcək. çox görəcək bu Bəli. ikilini. Hücuma meyilli qapçı Sabir. Bəli. Sabir, Sabir bəli istədiyini Elnur. bacardı. Bəli. Elnur. Demək ki, Sabirin niyyəti buymuş ki, əli ilə Bəli, Rəşad kart istəyir hakimdən, tələb eləyir və kart kimə çıxacaq? Hakim. Bəli, Rəşada. Çıxmalı idi, yəni çox Hakim. etiraz edirdi. Rəşadı sarıya boyadı. Bu dəfə bəli, Rəşadı boyadı. Artıq yetər bu etiraz. Qərar doğrudur təbii ki. Sabir Mübahisəyə heç bir açıqlığı yoxdur. Sabir Elnur'u zədələyəndən sonra ayrıldı orada. Müdafiəyə qayıtdı. Misyon komplet. Eyvaz. Roman komanda yoldaşlarını hücuma çağırır. Artıq itirəcək bir şey yoxdur. Onsuz da uduzur. Oyunun bitməyinə təxminən 10 dəqiqə qalır. Əhmədli komandası pressing etmir. Maraqlıdır. Çox düzgün bir taktika seçiblər. Rəşad keçdi Turalı. Rəşad qapını aldı qarşısına Rəşad. Qapıya zərbəsi. Top Əhmədli komandasının oyunçusuna dəyərək meydanı tərk edir. Qapı qarşısına sərt ötürmə. Kamran Abdinovdan top oyunu Divar tərk edir. kimidir yanında. Osif!
Komandanın 9 nömrəsi. Mükəmməl. Baxımlı qola imza atır Asif. Asif Məmməli yenə səhv çıxartdı. Komandasının üçüncü. Yox idi deyirdim meydanda və bir qol da əlavə elədi. Özünün ikinci qolunu vurdu Asif. Keçən sezonun ikincisi. Bu sezon artıq ilk oyunda ikinci qolunu vurdu. Dublin edir Asif. Yəni transferin düzgünlüyünü sübut edir ki, yəni buna layiq bir oyunçudur. Sabir'in pası, Tural. Nur sürüşərək topun qarşısını kəsdi. Vaxtında tərk edir qapısını. Roman Xıdırov döyüşür. Yenə də belə Romana qarşı. Rəşad isə çox sərt etiraz Növbəti edir. zərbə gəldi Romanın eyni zədəl ayağına. Roman Xıdırov bu gün artıq səhv eləmirəmsə 4-cü dəfədir yerdə 4-5 bəli yerdədir. Çox çabuk oynayırlar Romana qarşı. Sanki Roman ancaq hədəfləri Romandır. Yəni başqa bir oyunçulara qarşı elə bir sərtlik olmur. Etiraz edir Roman Xıdırov. Əhmədli komandasının sanki silahını əlindən almaq istəyirlər. İmarət komandasının qapıçısı çox maraqlı bir şəkildə canlı sətti qurur. Canlı sədd quruldu. Çox qabağa çıxdı. Tural. Qapıçı çox qabaqdadır. Tural. Zərbəsi. Bəli. Gözəl bir qoldu, bəlli idi amma. 3-2 oldu. Elnurun ayağına yazaq, Bəli. Çox çıxdı, qapını çox tərk etdi. Tural öz adını hakimin kitabçasına yazdırır. Sabir deyir, biri deyir oxu, biri deyir oxuma. Mən nə edeyim? Sıxım, sıxmayım. Tural. Əli nəzərinizə çatdıraq ki, Əli Əhmədli komandasında qapını qoruyur. Rəvanın zərbəsi qapının üstündən keçdi. Ondan gözlənən bu deyildi. O səhvə bax. O sim zərbəsi. Əli gözəl oynadı qapısında Əli. Əlidir, bəli, Əlidir. Elnur buraxdı topu. Məncə Sabir qol vuracaq bu. Məncə də, mən də elə bir hissiyatım var mənim də, bəli. Kamran Abdinov. Çox maraqlı bir tərzdə topu qarşılıyor. Eyvazın zərbəsi Əli. Dəf edir zərbəni. Roman Xıdırov. Sabir. Rəşadın müdaxiləsi var. Sabir beyninə qoyub. Sabir qol vuracaq bu gün. Hər kəs inanır ona. Tural topun arxasında. Tural. Əksüzüm. Rəhmanın pası. Asif. Rəhman. Ayağı sürüşdü Rəhmanı. Topu qapıya göndərə bilmədi. İlkin yenidən oyundadır. Asma ilkindən. Elnur qarşılayır. Əli üz üstürən Tural. Rəhman Eyvazla oynayır. Eyvazdan uzun ötürmə. Sabir, dəqiq paslı Sabir. Vaqif itirdi topu Vaqif. Çox gec fikirləşir. Vaqif oyun çox top sikisini yol verib, dəyişət. Vaqif sanki yox var kimi arasında qalıb. Asif Əlli vaxtında qapısını tərk edir. topu uzaqlaşdırır. Rəhman topu oyuna daxil edəcək. Elnur Sabir sıxmır Qayanları, çox maraqlıdır. artıq tapşırıqlar, komandada tapşırıqlar başqa cürədir. Çox sərt. Rəhman yerdə qaldı. Sərt oynadı. Qərar doğrudur. Bu gün hakim çox gözəl Hakim topun oyun idarə edir. Bütün faullar, bütün qərarlar təbii ki doğrudur. Mübahisəyə qətiyyən açıq deyil. Rəşadın ayağının çölü ilə pası. Rəhman
tək toxunuşlu pasını vermək istədi. Eyvaz, Asif. Asif bugün 2 qolla yadda qalıb. Eyvaz. Səhvə yol vermir ən azından. Vaqif. Vaqif bugün. Vaqif. İlkin 2 nəfərdən gözəl sıyrılır. İlkin çəkdi soluna. Çox çəkdi İlkin. Çox çəkdi. Birincidən vurmalıydı. Əks-hücuma bax. Asif qapçıla üzrədə Asifin zərbəsi. Bağışlamaz Asif. Bağışlamaz bunu. Ehtrikini mühürləyir Asif. İlkin bəli, İlkin məyusdur. Komandanın kapitanı, rəhbəri çox məyusdur. Rəşadın asistində Asif. Roman Xıdırov. Küncdən zərbə olacaq. Roman Xıdırov bugün istədiyi qədər topla oynaya bilmir. Oynaya bilmədi. Yəni Topla təmin icazə edə də vermədi komandana. Yəni İmarət komandası da icazə vermədi. Tural. Turalın zərbəsi blok qoyuldu. Bir əks-hücum daha gələ biləcəkmi? Tural. Tural və top Turaldan tərk edir. Rəvan topu buraxdı Rəvan Orxana. Orxandan da qeyri-dəqiq pas. Onda qazandı Orxan, gözəl sıyrıldı. Ara pası Sabir gözəl oynayır. Vaqif heç olmasa bu oyun nəsə elə Vaqif. Sabir Və növbəti bir cay. Yenə Roman, bəli, yenə Roman. İkili mübarizə və yenə Roman oradadır. Səhv etmirəmsə bir cərimə zərbəsi daha olsa 10 metrəlik cərimə zərbəsi olur. Roman artıq onun üçün mübarizə edir. Bəli. Çünki 5 olmalıdır səhv eləmirəmsə. Bəli. Görək Elnur yenə də hədiyyə verəcəkmi? Önə çıxıb hədiyyə verəcəkmi? Canlı səhdini qurdu Elnur. Diqqətlidir qapısında. Roman Xıdırovun zərbəsi canlı səhddən geri qayıdır. Vaqifin ötürməsi Sabir. Oy, bəli. Sabir hakimin qərarı nə olacaq? Demişdi. Sabir inadla topa vurdum deyir, amma Elnurun da səsi onu demirdi. Yəni, təmas olduğu bəlli idi və sarı kart. Sarını göstərdi Sabirə. Təkidlə Elnur topu qalxa oynadığını biləcəkmi? deyir. Etirazlar nə qədər davam etsə də, hakim təbii ki 5-5-5, bəli, 5-in 5-ədir. 5-5-ə də cərimə zərbələri. hakim saatına baxır. Vaxt itirməyin, vaxt öldürməyin heç bir mənası yoxdur. Time-out, İmarət komandası istəyirdi sanki. Elnur, Sabir qarşıladı, Roman Xıdırov. Mükəmməl ötürmə, Tural çölə atdı topu. Geri çevirdi, bəli. Asif. Vaqif qeyri-dəqiq pas Vaqifdən. Zərbə! Qapı tiri. Maraqlı hadisələr baş verdi Əhmədli komandasının qapısında. Əli də Sabirdən geri qalmır. Geri qalmır. Bəli. Çox kömək olur komandasına. Vaqif etiraz edir. Asif pasını verdi. Rəhman. Zərbə Asifdən. Poker etdi Asif. Hesab 5-2 olur. İmarət komandası öndədir. Məncə artıq dönülməz bir hesab var. Amma bu da futboldur. Yəni Təbii ki nələrə şahid olmuşuq. Tural saxlayır topu ayağında Tural. Roman Xıdırov faul almaq istəyir Roman Xıdırov. Oy və 10 metrə Çabudluq var idi Turala qarşı. 3 oldu. Biz səhv saymışıq. Biz
İmarət komandasının faullarını da onlara Evet, salmışıq. bəlkə ya da Romanın yerdə qalmaqlarına görə. O ilk hissədə. Tural topun arxasında. Tural mı, Vaqif mi? Onun bir-birlərinin başa düşmədilər. Bir-birlərinin məncə. başa Bəli, düşmədilər. bir-birlərinin başa düşmədilər. Ev tapşırığı etmək istədilər ancaq Oy Roman Xıdırovdan güclü zərbə gəlmişdi. İlkinin zərbəsi. İstədiyi kimi alınmır. Elnur uzun ötürmə Rəşada. Daha doğrusu Rəşad istiqamətində. Birbaşa Əliyə gedir top. Sabir Elnur'a atırdı. Elnur da Əliyə atır topu. Roman Xıdırov. Roman Xıdırov. Romana göz açdırma var bu günləri. Həqiqətən var. Komanda demək olar ki, öz işini çox düzgün yerinə yetirir İmarət komandası. Oy. İlkin. Mükəmməl qurtarır. Refleks. Unutturmuşdu özünü arxada İlkin. Zərbəsi də gözəl alındı. Sevir amma İlkin də elə zərbələri sevir. Hiləgər zərbələri sevir. Hiləgər. Və yenə də baxın İlkin Kamran Abdinov sərt ötürmə qapı qarşısına. Rəşadın başda. uzaqdan zərbəsi. Rəşad mükəmməl vurur. Gözəl qol. Asistlərinin yanına bir qol da yazdırdı Rəşad. Komandanın 10 nömrəsi. Günün qolu demək olar. Oyun bərpa edilir. Artıq Əhmədli komandası oyunun bitməyini arzu edirdi və arzusunu reallaşdırdı hakim. 6-2 hesabı ilə İmarət komandası Əhmədli komandası üzərində inamlı qələbə qazandı. Sağ olun, növbəti oyunlarda görüşənədək.